Bir daha axşamınız xeyirli olsun əziz və dəyərli izləyicilərimiz. Bugünkü günə, yəni ikinci avtomobilimiz Kia Rio Hatchback 1.1 dizel mühərrik 2012-ci il buraxılış. Texniki sənət də 2012-ci ildir. Mexaniki sürətlər qutusu 1.1 dizel mühərrikdir, yenə təkrar edirəm. Bunun da mühərriyində problem var. İndən deyim, xəbəriniz olsun. Baxın, salonu tərtəmiz. Heç bir problemi yoxdur avtomobilin. Kosmetik də heç bir şey yoxdur. Mühərrik düzəlsin, otursun avtomobil. Baxın, göstərim sizə arxa istiqamətində. Gördüyünüz kimi tərtəmiz avtomobildir. O biri tərəfə keçəcəm indi, oranı da göstərim sizin üçün. Baxın. Baxın, tərtəmiz avtomobildir. İlkin ödənişi 1000 manat, 400 manat bizim ofsin zəhmət haqqı. 24 ay 480 manatı qalıb. Onu ödəyirsiniz. Avtomobil sizindir, yəni ay-bay ödəyirsiniz. Buna da 2 ay period verilir. Yenə təkrar edirəm. 2012-ci ilin Kia Rio'su 1.1 dizel mühərrik, mexaniki sürətlər qutusu. Maşının bir dənə 3 şeydir. Motorunda, mühərriyində problem var. O da ki 3 dənə farsunka dəyişməlidir. Ustanın dediyinə görə. Maraqlananlar 24 saat bizimlə əlaqə saxlaya bilər. Daimi xidmətinizdə həmişə kimi kanalımıza abunə olmağı, videomuzu bəyənməyi unutmayaq. Allah'a emanet olun. Görüşmək üzrə.